Moskvada belə bir yerə gəlmişik. Demək burada kvadrotsikllar satırlar. Növ kvadrotsikllar. Məlumat verir. Qiymət neçədir? Bizim puluna 10.000 manat. 10.000 manata kvadrotsikl. Azərbaycan pulundan 10.000 manat. Avtomat maraqlı görünür. Həqiqi. Hətta avtomatla işləyir. Bunun qiyməti neçədir? Bunlar deyəsən hamısı eyni qiymətdir. Bu 22.000. 219.000. Qiymətlərə baxın. Qiymətlərin sonunda deyəcəm sizə. 21.000, hardasa başda 22.000. Burada da 22.000'e yaxın. Hətta burada qarlı havada da sürməyə belə xizeli belə bir şey var. 287.000 rubl. 5.000, 6.000'e yaxın. Burada da uşaqlar üçün belə bir şey var. Bunun qiymətləri üstündə yazılmıyor. Bu da görürsə traktorlardır. Bunlar mənə ən maraqlı çəkən bunlar bu oldu. Bu yox, ondan ən böyüyü. Hətta bundan böyüyü də var. Bunu da sizə böyüyünü göstərəcəm. 200.000. 190.000. Azərbaycan pulundan 4.000 manat. 4.000 manata kvadrotsikl. Maraqlıdır. Maşın değil. Bu da avtomat. Bu neçə idi? Maraqlı bir şeydir bu. Bunun qiymətinə bax. 289. Bu da hardasa 4.000-5.000 arası. Səviyyə bir şey. Bunlar nədir? Mopedlərdir. Nədir bunlar? Mopedlər. Neçəydi qiymətləri bunlar? Çok lan. 69.900 başdı 70.000. 125 ne gidiyor ya? Hardasa 1200 manat. Süratli mi o? 125. 125 sürət. Bəsdir, hə. 125. Bunun isə qiyməti 1200 manatdır. 1200, 1300, 1400 belə bir arası, belə bir şeydir. Təxmini qiymətdən deyirəm sizə. Hardasa 1200-1400 manat arası. Bu isə 1000 manat arasıdır, 1000 manat. Maraqlı bir şeydir. Bu isə ən çox PUBG-də var idi bu, amma çox baxır qiyməti var bunun. 84.900 lira. 2000'e yaxındır qiyməti. Bu çox solidlidir, bax, buna baxıraq. Bu çox səviyyə bir şeydir. Skorusu hardadır? Skorusu. Maraqlı bir şeyler var. Dükkanda çox maraqlı bir şeyler var. Belə göstərmiş sizə. Xizeyinə kimi. Bunun qiymətini mən bilmirəm neçə olar. Amma ki mağaza mənə çox xoşum gəldi bu kvadrotsikllardan. İmkan alıb sürəsən bunlardan. Bu da böyük bir kvadrotsikldir. Hardasa 1000 manat. Yox, 1000 manat deyil. O neçə min? 10.000 manat. 10.000'ə. 10.000 manata